Dostlar salam. Təbii vasitələrlə müalicə edən dostlarım xahiş eləyirəm məndən inciməsin. Çünki bir faktı mən hal-hazırda inkar eləyəcəm. Çox adam elə bilir ki, nar, qırmızı alma və çuğundur qanı artırır. Amma bu belə deyil dostlar. Təbii ki, bu təbiətin gözəl məhsullarıdır. Tərkibində vitamin C var, antioksidantlar var, ürək-damar sisteminə və digər orqanlara çox xeyirləri var. Amma qanı artırmırlar bunlar. Qanı artırır malati və qaraciyər. Normada hemoqlobin olmalıdır 120-140 qram litr. Qanı bir damcı artırmaq üçün 10 qram litr artırmaq üçün biz hər gün 4 kilo nar yemək lazımdır. Həftədə bir dəfə yox, hər gün. 4 kiloya yaxın alma yemək lazımdır və yaxud da kilo yarım çuğundur yemək lazımdır. Hələ qanı bir damcı artıracaq, artırmayacaq, Allah bilir. Kim inanmırsa qanın analizini verə bilər, bir ay qırmızı alma yesin, sonra yenə versin. Amma ətlə qaraciyər yeməsin. İnanın mənim təcrübəmə mən bunu dəfələrlə yoxlamışam. Yenə də qərar sizindir, mən yalnız məsləhət verirəm. Videonu sona qədər izlədinizsə, paylaşmaq qərarı da sizindir. Çox sağ olun, minnətdaram.